Çox zil səs insanların bəyənmədiyi səslərdəndir. Bəli. Bizdən o tələb olunmurdu ki, siz Bayatın və yaxud da digər muğamların cavablarını mütləq siz oxumalısınız. Məsələn, bir dəqiqə, 30 saniyə falan bir dənə nöqtə göstərib qaydırdıq, siz ondan ötürü bizə bal verirdiniz. Mütləq bir Quran qarisi tərcüməni bilməlidir. Yerdə oturan da o tərcüməni bilməsə, sən onu avazına çatdıra bilirsən. İnna sanulki aleyke qavlen thaqila. Salam əziz izləyicilərimiz. Hər birinizi ahəng verilişində xoş gördük. Vaxt itirmədən istəyirəm bu həftəki qonağımızı sizə təqdim edim. Hacı İlkin Həsənzadə. Hacı, xoş gəlmisiniz. Salam aleykum. Necəsiz? Çox sağ olun. Minnətdaram. Allah razı olsun. Yaxşı olasınız. Hacı, biz keçən həftə Bayat haqqında uzun müzakirə elədik. Bayatın mənasını, Bayatın hansı muğamlar, digər muğamlardan fərqini və s. və ilə axır. Və inşallah bugün bu həftə biz istəyirik bugün Bayatın oxunuşunun icrası haqqında danışaq. Tətbiqi. Və tətbiqi haqqında həm danışaq, həm də izləyicilərə onu göstərək inşallah. Biz keçən verilişimizdə Bayat haqqında çox geniş danışdıq. Bayatın nə qədər şirin muğam olması, Bayatın nə qədər geniş muğam olması və yaxud da Bayat muğamının dinləyicidə qoyduğu təsirlər, bunlar haqqında geniş ətraflı danışdıq və yaxud da Bayatı hansı qarilər daha güclü oxuyublar. Bilmirəm, buna giriş etdik ya etmədik. Mustafa İsmail və Şahaddan danışdıq bu barədə. Bəli, onların məktəblərini biz danışdıq ki, Şahadın məktəbi və Mustafa İsmailin məktəbi və digər qarilər ki, Bayata bəzən girirlər, bəzən çıxırlar, yəni istədikləri vaxt girib çıxırlar. Bu haqda danışdıq, amma ən güclü Bayatı oxuyan Mustafa İsmail, Əbdülbasit oxuyarkən Bayatı güclü oxuyub, Minşavidir, sonra Əbdülfəttah Şəşaidir, Hassandır və Şəhaddır. Bunlar Bayatı güclü oxuyublar. Yəni Bayat deyəndə ilk ağla gələn bu qarilərdir. Təbii ki, yəni ola bilər elə bir qarilər olsun ki, biz onları eşitməmişik məsələn. Yəni ən məşhurlar kimlərdirsə biz onlar haqqında danışırıq ki, hal-hazırda da qədim qarilərdən bunlar hamısı nədir? Məşhurlardır ki, Bayatı güclü oxuyublar. Əsasən inşallah bu verilişimizdə istərdim dərs olaraq bir nəfər istəyir ki, Bayatı öyrənsin. Bəli. Bayat haqqında daha geniş məlumatı olsun. Biz o haqda məlumat verək. Tətbiqi formasını inşallah. Mən elə sizdən xahiş edəcəm ki, inşallah tətbiqi formasını, Bayatın biz qərarını danışdıq, mayəsində danışdıq. Bayatın orta oxunuşun cavab hissəsini və yaxud da cavab hissəsini. Yəqin sən də eşitmisən ki, Bayatın və yaxud da digər muğamların cavabında çox durmaq ümumiyyətlə yaxşı deyil. Adətən qarilər işarə edib qayıdırlar. Bəli. İşarə edir, qayıdır. Qalmır orada. Çünki tədqiqatçıların fikrincə çox zildə qalmaq, çox zil səs insanların bəyənmədiyi səslərdəndir. Bəli. Həm də hacı, həm beynəlxalq müsabiqələrdə, həm bizim Azərbaycanımızda keçirilən istər Quransevərlər dini icmasının keçirdiyi Quran müsabiqəsi olsun, istər Quran sədası müsabiqəsi olsun ki, orada siz münsif olmusunuz. Məsələn, bizdən o tələb olunmurdu ki, siz Bayatın və yaxud da digər muğamların cavablarını mütləq siz oxumalısınız. Məsələn, bir dəqiqə, 30 saniyə falan bir dənə nöqtə göstərib qaydırdıq, siz ondan ötürü bizə bal verirdiniz. Bəli, doğrudur. Çünki biz qarilərin oxunuşunda cavabda qalmağı biz görmürük. İnşallah bunun tətbiqində görsədərsiniz. Əziz qarilərimiz də onu inşallah həvəskarlar onu görərlər. Yəni deməyimiz bundan ibarətdir ki, ümumiyyətlə çox zil insanları bəzən rahatsız edə bilir. O yüzden
üçüncü hissə, biz bəyatdan danışırıq da. Məsələn, bəyatın üçüncü hissəsi sadəcə işarə edib geri qayıdırsan ki, yəni mənim bu məharətim də var. Hacı, mən çox üzr istəyirəm, bir məsələ yadıma düşdü. Sizin beynəlxalq müsabiqələrdəki qiraətlərinizi mən bir neçəsini izləmişəm. Xüsusən biri var ki, onu təqlid də eləmişəm və paylaşım da eləmişəm hətta sosial şəbəkədə. Çox sağ ol, minnətdaram. Allah sizdən razı olsun. Orada da fikir vermişəm, çünki nəyə görə xüsusən izləyirdim həmin müsabiqə qiraətlərin, sizin qiraətiniz qarşıma çıxmışdı. Ona görə ki, mən artıq Quran Sədası müsabiqəsinin ərəfəsində idim. Mənə lazım idi ki, cavablar hansı formada göstərilir beynəlxalq müsabiqədə ki, mən onu Quran Sədasında tətbiq edəyəm. Yadımdadır, siz Hicaz muğamına girdiniz və Hicaz muğamında bir cavab elədiniz. Çox, yəni dəydiniz və qayıtdınız. İcazənizlə mən istəyərdim onu göstərəm sizə. Amma Hicaz muğamıdır da. Bəli, Hicaz muğamıdır. وَنُمَكِّنَ لَهُمْ فِي الْأَرْضِ وَنُرِيَ فِرْعَوْنَ وَهَامَانَ وَجُنُودَهُمَا مِنْهُمْ مَا كَانُوا يَحْذَرُونَ. Cavab orada balaca bir göstərdiniz və yəni orada da sizin artıq cavab göstərməyiniz bəlli oldu. Yadıma gəlir, orada bir not yuxarıdan oxumuşdum mən bunu. Bəli. Çünki orada o çəkdiyim çətinlik mənim yadımdadır ki, çünki yarışların özündə həyəcan insanın o məşq etdiyin notda icazə vermir başlamağa. Sən özün də yarış görmüsən. Bəli. Görsən, çox çətin olur. Həyəcan gəlib, ürək atışları artandan sonra... Mən son zamanlarda hacı qiraət vaxtında... Yarım pərdə gedirsən yuxarı. Bəli. Son zamanlarda qiraət vaxtında əgər hansısa tədbirdə çıxıb Quran oxuyacamsa, mütləq birinci öz səsimdən notumu tuturam. Hətta keçən səfər bir məclis var, orada mikrofonda da səsim düşüb. Bu notdan başlayacam deyə orada onu özüm üçün zehnimə salmışam. Çünki birdən başlasam, əuzu billahi desəm, bilirəm ki, ya yuxarı not götürərəm, ya aşağı not götürərəm, sonra əziyyətini özüm çəkəcəm. Deməli, söhbətimiz bundan gedirdi ki, üçüncü hissə, yəni cavab hissəsi, qiraət dili ilə desək, deməli, orada işarə edirsən və geri qayıdırsan. Əslində, gəl belə izah edək. Biz cavaba nə zaman getməliyik? Mən elə məsələn, qiraətin əvvəlində başlayıram ki, ötən verilişimizdə izah etmişdik, bəyat-ı şuru başlayıram. Əuzu billahi minəşşeytanirracim. Yaxşı, getdim bəyat-ı təvəssütə, orta bəyata ki, orta oxuyuram və cavab edirəm. Yəni, mən dərhal üçüncü hissəyə getməliyəmmi? Məsələn, qərar cavab. Bu, adətən, İbrahimcan, yarışlarda səndən tələb olunan bir məsələdir. Sən tədbirdə oxuyarkən, bir məclisdə oxuyarkən səndən bu tələb olunmur. Məsələn, Minşavinin bir qiraətlərinə gir, Əbdülbasit'in qiraətinə gir, cavab görürsən, təsadüfən görərsən. Az hallarda sən görərsən ki, Minşavi cavab edir. Böyük ustadların ümumiyyətlə məclisi qiraətlərində bəli, əksəriyyəti cavabdan istifadə etmirlər. Çünki yəni nə əhəmiyyəti var? Biz tələbələrə onu öyrədirik ki, yəni bizim bunları izah etməkdə məqsədimiz bundan ibarətdir ki, bəli, bilmək gözəldir. Bəli, bəyatın üçüncü hissəsi var. Bunu oxuya bilərsən. İlk bundan öncəki verilişimizdə də bəyatı izah edərkən dedim. Mən yerdə oturan dinləyicini həyəcana salmaq istəyirəm. Bəli. Bax, qoy bunu deyim, bəlkə də maraqlı olar. Görürsən ki, məclisə getmisən, tədbirə getmisən, insanlar hələ sənə qulaq asmaq istəmir. Nə mənada? Yəni, səs-küydür. Yerdən məsələn, başlamısan, əuzu billah, bismillah və artıq, məsələn, ayə oxuyursan, hələ ona bir sözlə, hələ hiss eləmir ki, Quran oxunur. O ki, getdin orta
notlara getdin, Bəli. artıq görürsən səs azaldı. Sənin səsin yuxarı getdikcə aşağıda səs azalır. azalma Çünki var. səsin Ecazkarlığı. ecazkarlığı var. Səs möcüzədir. Və sən orada məharət göstərib bir zil edirsən, görürsən ki, hamı sakitdir. Bunun nə zil səsi var, maşallah. Bu oxuyan elə belə oxuyan deyil. Belə şeylərdə istifadə etmək olur və hər halda ayənin mənalarına da biz istərdim ki, işarə edək. Bəzi ayələr var ki, onlarda məna baxımından zil tələb eləyir. Bəli, sən qari olaraq cavabları həmin ayələrdə icra edə bilərsən. Yaxşı. Yəni ayələr var. Məsəl üçün bir misal olaraq vururam. Fironla Asiya xanımın məsələn dialoq. Biri kafir, biri isə müsəlman. Kişi kafir, qadın müsəlman. Kişi qadını hədələyir ki, səni öldürərəm, sənin Rəbbin mənəm. Firon deyir yoldaşına. O da deyir ki, yox, mən Musanın Allahına iman gətirmişəm. Yaxşı. İndi bu dialoqu bir əsəbi kişi, kafir, əsəbi və qarşısında onun dilindən demək lazımdır. Ona tabi olmayan bir qadın, yəni əlbəttə Allahın Rəbbinə tabi olan bir qadın bir kafir kişinin qabağında etiraz edir ki, mən sənə yox, mən Musanın Allahına iman gətirmişəm. Bunun dialoqu necə qurmaq lazım? Onun orada yavaş demir ki, ölümlə hədələyir, necə ki öldürtdürdü. Ən ağır cəza ilə öldürdü. Yaxşı, bunu biz oxuyanda necə oxumalıyıq? Bunu artıq bu senaridir. Bu senarini sən yazmalısan. Bəli, yaşamalısan. Əslində, yəni Allah yazıb, o senari var. Sadəcə olaraq avazla yazmalısan. Bəli, qarşıda oturan əlbəttə təsirlənəcək onu oxuyanda. Mütləq bir Quran qarisi tərcüməni bilməlidir. Ən azından İbrahimcan, yerdə oturan da o tərcüməni bilməsə, sən onu avazına çatdıra bilirsən. Mustafa İsmailin biz izah etmişik ustadlarla Quran ətri verilişimizdə. Mustafa İsmailin məsələn avazla vəqf ibtidaları var. Məsələn, vəqf ibtida məcburdur, ayə uzundur, amma vəqf bitməyən yerdir də, yəni vəqf olunmayan bir yerdir. Elə bir formada dayanır ki, hamı bilir ki, burada dayanmaq yəni düzgün deyil, nə mənada. Artıq məna hələ bitməyib, məna var. Avazla bildirir. Mən qari olaraq mənanı avazına çatdıra bilərəm. Məsələn, Musa Peyğəmbərin Allahla danışığı. Deyir ki, qorxuram məni öldürələr burada. Çünki mənim əlimdən bilirsiniz də, yəni Musa Peyğəmbər 2 nəfəri ayırt edəndə bir nəfər təsadüfən, yəni təsadüfən Musanın əlində öldü. Yaxşı. Yalvarır Allaha ki, mən qorxuram. Onu necə oxumaq lazımdır? Ki, bir məsələnin içərisində qorxu var. Yaxşı. Və yaxud da Musanın Fironla söhbəti. İstəyir ki, getsin Fironla söhbət eləsin. Rabbi şrahli sadri və yəssir. Musanın duası var orada. İlahi mənim sinəmi genişləndir. İlahi mənim dilimin düyünün aç. Harunu mənə qardaş qərarı ver, vəzir qərarı ver. Bunları oxumaqda, yəni əgər mən bəyat oxuyuramsa, bəyatın özündə də biz dedik, duada oxunur, əhkamda oxunur, tarixi hadisədə oxunur. Mən necə oxumalıyam? Bəyatı şuruda oxumalıyam, başlanğıc bəyatda oxumalıyam və yaxud da bəyatı təvəssütdə oxumalıyam, orta bəyatda və yaxud da cavabda oxumalıyam, hansında oxumalıyam? Bunları Quran qarisi mütləq qərarlaşdırmalıdır. Özü özlüyündə bir çərçivəyə salmalıdır bunları. Özü özlüyündə bir xəritə cızmalıdır ki, mən burada belə edəcəm, orada belə edəcəm. Mən burada zilə qalxacam, burada bəm oxuyacam, burada orta oxuyacam. Mən istəyirəm İbrahimcan,
bəlkə icranı edək ki, bəyatın icrasın, qərarın, cavabın və bəyat oxumaq istəyənlər də inşallah bu qaydalara baxıb icra edə bilərlər təbii ki. İnşallah müasir Quran qarilərindən bildiyim təqliddən oxuyum inşallah. Olar, problem deyil. Ən əsası bəyatdır. Yəni bizim söhbətimiz bəyatdırsa onun fərqi yoxdur. Əuzu billahi minəşşeytanirracim. Bu başlanğıc bəyat. Bəli. Bismillahirrahmanirrahim. Ya Yahya khudil kitaba biquwwah. Ya Yahya khudil kitaba biquwwatin wa ataynahul hukma sabiyya. Bəyatın qərarı. Bəli. Və hananan min ladunna və zakatan və kana takiyya. Allah, Allah, Allah. Və barran bivalidayhi və ləm yekun jabbaran asiyya. Allah, Allah. Və salamun alayhi yevme ulida və yevme yemutu və yevme yub'asu hayya. Bu bəyatın nə idi? Qərar. Qərardır, bəli. وَاذْكُرْ فِي الْكِتَابِ مَرْيَمَ. Hələ də qərar oxuyuruq. Bəli. وَاذْكُرْ فِي الْكِتَابِ مَرْيَمَ. Allah, Allah. وَاذْكُرْ فِي الْكِتَابِ مَرْيَمَ إِذِ انتَبَذَتْ مِنْ أَهْلِهَا مَكَانًا شَرْقِيًّا. Allah, Allah, Allah. وَاذْكُرْ فِي الْكِتَابِ مَرْيَمَ إِذِ انتَبَذَتْ مِنْ أَهْلِهَا مَكَانًا شَرْقِيًّا. Allah. Cavaba keçirik hazır inşallah. فَاتَّخَذَتْ مِنْ دُونِهِمْ حِجَابًا فَأَرْسَلْنَا إِلَيْهَا روحنا فَتَمَثَّلَ لَهَا بَشَرًا سَوِيًّا. Cavabı da göstərdik. Və içərisində cavab və cavabıl cavab. Bəli, həm cavabdır, həm də cavablı cavabdır. Əgər bir nəfər istəsə sırf cavabı oxusun, cavabı heç göstərməsin, cavab olacaq. Bir dənə o nöqtəyə qalxıb düşmən cavabı cavab. Bəli, bəli. Elhamdülillahi Rabbil alemin Rahmanirrahim Maliki yevmiddin İyyâke na'budu ve İyyâke nesta'in
Allah. Cavab və cavabı cavab. Bəli, bəli. İbrahimcan, Şahadın Ənam surəsinin 94-cü ayəsini biz təqlid edən qardaşlara, Şahadla təqlid edən qardaşlara biz məsləhət görürük oradan təqlid eləsinlər. Düzdür, indi biz burada qarinin səsini verə bilmirik, təlif hüququ gəlir. O yüzden biz məcburuq özümüz onu icra edək. Bəyatın şuru hissəsi və qərar cavab hissəsini inşallah oxuyum və göstərək bəyat necə oxunur. İnşallah. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Diqqət etsən, Şahadın qərarı do, re, mi. Bəli. Bu hissədədir. Çünki onun səsi potensialı daha güclüdür. Bəli, bəli. Amma başqa qarilərə biz baxanda görürük ki, biraz da aşağı notlardan başlayırlar. Yəni bu qarilərin səsinə görə bölünə bilir də. Do, da, re, də, mi də başlamaq. وَلَقَدْ جِئْتُمُونَا فُرَادَى كَمَا خَلَقْنَاكُمْ أَوَّلَ مَرَّةٍ. Bəyatın qərarı. Bəli. وَتَرَكْتُمْ مَا خَوَّلْنَاكُمْ وَرَاءَ ظُهُورِكُمْ وَمَا نَرَى مَعَكُمْ شُفَعَاءَكُمُ الَّذِينَ زَعَمْتُمْ أَنَّهُمْ فِيكُمْ شُرَكَاءُ لَقَدْ تَقَطَّعَ بَيْنَكُمْ وَضَلَّ عَنْكُمْ مَا كُنْتُمْ تَزْعُمُونَ. Görürsən, bəyatın vaxtı var, bəyatın qərarını oxuyur. Bəli. Yəni görürsən, artıq 4 sıra, 3 sıra yarım oxuyub, artıq nə edir? Qərar oxuyur. Bu qarinin yəni özündən asılıdır. Bəyatı izah edərkən biz əvvəl verilişimizdə dedik. Qarinin vaxtı genişdirsə, təbii ki, bəyatı geniş oxuyacaq, qərarın geniş oxuyacaq və vaxtı qısadırsa, və ya necə sən göstərdin, məsəl üçün qərar, cavab və cavab. Tez bir 2 dəqiqənin içərisində, 3 dəqiqənin içərisində artıq mən bəyatın cavabını da oxuyuram. Məsələn, Şahadın oxunuşunda artıq məsələn qərar oxudu, cavaba getmir. Keçir rasta oxuyur. Rastı oxuyur, pərdəni qaldırdı yuxarı və sonra rastın cavabına getmədən keçir bəyata. Və başlayır bəyatın cavabını oxumağa. Biz Şahadın qiraətlərində biz bunu görürük. Amma Mustafa İsmaildə fərqlidir ki, o geniş oxuyur bəyatı və qərar, cavabları da onun içərisində gətirə bilir. Bax, diqqət edirsən İbrahim, Şahadın məsəl üçün qərar oxuyur. Sonra rasta keçir buradan. Yəni bəyatın qərarını oxuyur, heç cavabına da getmir. Bəli. İstəsə cavabını oxuyar, istəsə rasta keçər. İstəsə rasta keçir, necə ki keçir. Bəli. Və sonra not olaraq qaldırır notu yuxarı və sonra keçir bəyatı təvəssütə. Bəli. وَلَقَدْ جِئْتُمُونَا فُرَادَى كَمَا خَلَقْنَاكُمْ أَوَّلَ مَرَّةٍ. Allah. Məsələn, وَلَقَدْ جِئْتُمُونَا فُرَادَى كَمَا خَلَقْنَاكُمْ أَوَّلَ مَرَّةٍ.
özün üçün yəni oxuyursan da cürbəcür manevrlər edirsən. Zehnimdə qalan hazır müsabiqə qiraətlərindən məsələn o muğamları necə tətbiq eləyirdim. Onu göstərmək istəyirəm. İcazə Yaxşı olar ki, bizim görüm eləyə biləcəm, hələ yadımda qalıb. Bəli, Quran həvəskarlarımızda. Orada istər-istəməz səliqəndən oxumaq istəyirdim ki, notdan kənar çıxmayasan, bayatın sən qərarın cavabını mütləq göstərməlisən. Ya Allah. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. يا أيها المزمل قم الليل إلا قليلا. Bəyatın qərarı. Əsli qərarı. Bəyat əsli, bəyatın qərarı, bəli. نصفه أو انقص منه قليلا. Allah. أو زد عليه ورتل القرآن ترتيلا. Allah. إنا سنلقي عليك قولا ثقيلا. إن ناشئة الليل هي أشد وطئا وأقوم قيلا. Allah, Allah. Bəyat və cavabdır. İnna laka fin-nahari sabhan tawilan wadhkur isma rabbika wa tabattal ilayhi tabtila. Allah. Cavabdır hələ bu. Bəli, hazır. Cavaba. Artıq yorğunam deyə cavab göstərə bilmirəm, üzrü sayın. Oranı mən oxuyaram, yaxşı. İnşallah hazır. Hansı ayə idi? Rabbul məşriqi vəl məğribi la ilahə illə huvə fəttəxidhu vəkil. Rabbul məşriqi vəl məğribi la ilahə illə huvə fəttəxidhu vəkilə. Allah. Bu da cavabı. Düzdür, bizim yəni oxuduğumuz nota uyğun deyil deyə biz, yəni şəxsən mən özüm əziyyət çəkirdim. Mən özüm də fikir verirəm bəzi tədbirlərdə, məsələn gedirəm Quran qiraət eləməyə. Halım da yaxşıdır. Yəni o keçən bəhslərdə necə dediniz, yəni psixologiyamda yerindədir. Qiraətə başlayıram. Artıq qiraət məsələn 15 dəqiqəlik vaxtım var da mənim. Qiraətin 7-8 dəqiqəsində ayılıram ki, mən deyəsən düz notdan girməmişəm. Əziyyət çəkirəm. Cavab, hətta cavabda belə əziyyət çəkirəm. Fəttəxəzət min dunihim hicabən fəərsəlnə iləyhə ruhana fətəməthələ ləhə bəşəran səviyyə. Allah. Cavab əslində tam rahat vura bilmədim, yəni o pik nöqtədir. Ayənin əvvəli necə idi? Fəttəxəzət min dunihim hicab. فاتخذت من دونهم حجابا فأرسلنا إليها روحنا فتمثل لها بشرا سويا.
Allah, bu Allah. bəyatın cavab giriş və cavabıl cavab və bitdi. وَهُزِّي إِلَيْكِ بِجِذْعِ النَّخْلَةِ تُسَاقِطْ عَلَيْكِ رُطَبًا جَنِيًّا فَكُلِي وَاشْرَبِي وَقَرِّي عَيْنًا. Allah, Allah. Bəyat. Yəni əziz izləyicilərimiz, burada oxunan bütün avazlar hamısı bəyat. Sadəcə olaraq bəyatın qərar, cavab və cavab hissələrin əzizimiz qiraət edir və biz bəyatın orta notlarda doğrudan da çox gözəl oxunuşları var. Ələlxüsus Şahadın oxunuşlarında mən bunu çox görmüşəm. Gözəl oxunuşlar edir məsələn. Elhamdülillahi Rabbil alemin Rahmanirrahim Maliki yevmiddin İyyâke na'budu ve İyyâke nesta'in. Allah, Allah. Elhamdülillahi Rabbil alemin Rahmanirrahim Maliki yevmiddin İyyâke na'budu ve İyyâke nesta'in. Allah, Gördü Allah, də var idi Allah. aziz. Bəli, bəli. İnşallah təbii ki, biz istədik ki, ilk mərhələdə bəyatı əsli və bəyatın təbii ki, şöbələri də var. Biz onları Böyük. bəli, bəli, bəli. 17-yə yaxın şöbəsi var. Məsəl üçün bəyatı Lami, bəyatı Safi, bəyatı Misri, bəyatı Hüseyni, bəyatı Dəşti, bəyatı İsfahani, bəyatı İbrahimi, bəyatı Kürdi, hətta bəyatı Türkü də var. Bəyatı Doqa, bəyatı Şuri, əgər demədimsə, bəyatı Nida, Rəməl, yəni bunlar hamısı və yaxud da bəyatı Məsir, bəyatı Nəva, nə qədər şöbələri var bunların. Təbii ki, bunları bilmək yaxşıdır. Və təbii ki, biz oxunuşlarımızın içərisində bunları keçid olaraq istifadə edirik. Əgər məsəl üçün mən keçid olaraq etap yuxarı notlara qalxıramsa, hər notda bir bəyatla, bəyat məsələn Nəva ilə, bunların kökləri də məsəl üçün bəyat hansı pərdədə, hansı muğamla, məsəl üçün Nəhavəndlə və yaxud da Hicazla köklənirsə, kökləri eynidirsə, məsələn 4-cü pərdədə o bəyat-ı Nəva olur, bəyat-ı başqa rastla olanda məsəl üçün bəyat-ı Hüseyni olur. Diqqət edirsən və yaxud da bəyat-ı Şuri. Bunlar mənim nəzərimcə ilk Quran oxuyanlar üçün çox da önəmli deyil. Bəli, ustadlaşandan sonra təbii ki, bunlara da diqqət eləməlidir. Təqliddə təbii ki, bunlar hamısı yavaş-yavaş düzələcək. Bizə əsasən gözəl qiraət və bəyatı gözəl bir şəkildə nə etmək lazımdır? Təqdim etmək lazımdır. Yenə dedim, giriş, orta və eniş. Bunu bir dənə qari gözəl şəkildə riayət edərsə, ustadlaşandan sonra, bəli, o qiraətin içərisində rəməldən səbaya keçəcək təbii ki, bəyatın içərisində rəməl edib səbaya keçəcək. Hüseyni edib rasta keçəcək, diqqət edirsən. Bəli. Və çox genişdir, çox danışmaq olar. Bəli. Çox danışmaq olar. Təşəkkür edirəm. Mən çox sağ olun. Həqiqətən də inşallah əgər Allah nəsib eləsə gələn verilişlərimizdə istər rast olsun, istər Nəhavənd olsun, istər Səbə və yaxud da digər başqa muğamlar olsun,
başqa bir muğamın bəhsini eləyərik. İnşallah. Həm mənalarını, həmin muğamları bəhs edəcəyik, həm də inşallah gələn verilişimiz bəlkə hansı şeylər səsin inkişafına mən səbəb istəyirəm olur. ki, Hacı, yəni bu dinləyicilərin bizə bu şərh bölməsində rəylərin görmək istəyirəm ki, yəni onların verdiyi sualları sizə əslində çatdırmaq. Olar, Sırf gözəl amma olar. mövzu ilə bağlı istəyirəm də. Yəni Olar. başqa bir məsələlər. Biz muğamlarla yanaşı mənim öz mütaliələrim də var ümumiyyətlə. Səs sistemi, nəfəs sistemi, səsin inkişafı ümumiyyətlə. Bunlar haqqında geniş məlumatlar yavaş-yavaş vermək istəyirəm. Səsin inkişafı haqqında, yəni geniş doğrudan da məsələlər var. Elə tək oxumaq, mən çox adam məsələn istəyir ki, oxumaq istəyir, amma görək doğrudanmı, yəni o oxuya bilərmi? Bunların mütaliələri var. Onlardan çıxarışlarımızı inşallah çalışdığım qədər inşallah təqdim edəcəm. Allah razı olsun. Allah sizdən də razı olsun. Bəli, əziz izləyicilər, hər birinizə təşəkkür edirəm və inanıram ki, bugünkü verilişimiz xüsusən hər birinizin xoşuna gəlib. Allah hər birinizdən razı olsun. Təşəkkür edirəm. Sağ olun, salamat qalın.